seninle başlamadı ama seninle devam edebilir. Qərarlarımız, qorxularımız, inanc və insanlarla aramızdakı münasibətlər belə bəlkə də düşündüyümüz kimi bizə aid deyil. Bəs əslində bu hisslərin kökü haradan gəlir? Bu sualların cavabını axtarsan, qarşına çıxacaq kitab budur. Səninlə başlamayıb. Onun müəllifi Amerika Birləşmiş Ştatlarında tanınmış psixoterapevt, yazar Mark Wallendir. Bu əsərində nəsillərdən ötürülən travmaların, epigenetik yaddaşın və ailə sisteminin insanın həyatına təsirini dərindən araşdırır. Kitabda müəllif vurğulayır ki, insanın həyat hekayəsi hələ ana bətnində formalaşmağa başlayır. Ana bətnində döl yalnız fiziki deyil, emosional təsirləri də hiss edir. Ana yüksək qorxu, depressiya, itki, stres və ya mənfi düşüncələr yaşadıqda bu duyğular körpənin sinir sistemində iz buraxır. Yəni, biz dünyaya gəlməzdən əvvəl belə ailəmizin emosional tarixi artıq bizdə kodlaşmağa başlayır. Həyat bizi genlərimiz sayəsində keçmişdə həllini tapmamış bir şeylə gələcəyə göndərir. Mark Wallen kitabda izah edir ki, uşaq hər zaman valideynlərindən birinə daha açıq, digərinə isə daha gizli şəkildə bağlanır. Bu təbii psixoloji bir mexanizmdir. Uşaq sevgi, təhlükəsizlik və qəbul tapdığı valideyni ilə aşkar şəkildə, amma itki, məsafə və ya emosional ağrı ilə bağlı təcrübə yaşadığı valideyninə şuuraltı və gizli şəkildə bağlanır. Yəni, bəzən biz böyüdükdən sonra belə həmin gizli bağların təsirindən azad ola bilmirik. Seçimlərimizdə, münasibətlərimizdə və hətta emosional reaksiyalarımızda bu bağlar özünü göstərir. Səninlə başlamayıb kitabı mənim üçün yalnız bir oxuma təcrübəsi olmadı. Bəzən elə kitablar oxuyuram ki, sanki o kitab mənə bir yol göstərir. Mənimlə birlikdə o yolu gedir və məni öz dünyasına aparır. Bu kitab elə bir təcrübə oldu. Sənin də bu təcrübəni yaşamağını çox istəyərdim. Kitabın ən gözəl tərəfi isə budur ki, müəllif yalnız nəzəri biliklərlə kifayətlənmir. O, keçmişin kölgəsindən azad olmaq üçün oxucusuna praktiki tapşırıqlar təqdim edir. Travmanın köklərini tapmağa və şəfalandırmağa kömək edir. İndi bir anlıq düşün, sən hansı keçmişin izlərini daşıyırsan? Bəlkə də bu kitab sənin həyatında dönüş nöqtəsi ola bilər. Həm özünü tanımaq, həm də keçmişin yükünü atmaq üçün bu bir fürsətdir. Bu təcrübəni yaşadıqdan sonra, kitabı oxuduqdan sonra düşüncələrini və hisslərini mənə yaz. Mənə maraqlıdır ki, bu kitab sənə necə təsir etdi? Səninlə birlikdə bu yola davam edək.